İndi İbrahim o xəlilliyi ya qorumalıdır, ya itirməlidir burada. Ya qorumalıdır İsmaili qurban kəsməklə, ya da itirməlidir Allaha asi olmağı ilə bu imtihanda. Lakin İbrahim Peyğəmbər ola bilməz ki, Allaha asi olsun. O Rasulullahdır. Və Allahın xəlilidir. Allah da onu xəlil seçib. Allah əzəldən verir ki, İbrahim hansı mövqeyə alacaq bu kimi çıxılmaz vəziyyətlərdə. Və götürür oğlun, gəlir birinci oğlunun yanına. Deyir, oğlum, yuxuda görmüşəm ki, səni qurban kəsirəm. Və oğlu artıq bilir ki, Peyğəmbərlərin yuxuları bir vəhidir. Və atası da onun elə belə şey yerə deməz. Gör, Sübhan 14-15 yaşında uşağın aldığı mövqeyə var. Deyir ki, atacan, sənə nə əmr olunursa onu yerinə yetir və sözsüz ki, məni də səbr eləyənlərdən görəsən. İndi o cür ata-anan belə də oğlu olmalıdır da. Ot kökü üstündə bitər. Necə ki, onlar Məkkədə qoyub gedəndə anası o mövqeyi aldı, atası bu mövqeyi aldı. İsmail də nə olmalıdır ki? Deyir ki, atacan, sənə əmr olunanı yerinə yetir, sözsüz ki, məni səbr eləyənlərdən görəsən. Ondan nə İbrahim bilmirdi ki, bıçaq kəsməyəcək, o fiziki qanun dəyişiləcək yer üzündə. Nə də oğlu İsmail bilmirdi, qeybi bilən Allahdır. Bilsiyirlər zaten bu imtihan sayılmaz. İndi Həcər neyinir? Ana uşağın göndərir ki, apar kəskinə. Bu günləri hansısa ananın uşağı hərbi xidmətə gedəndə yarı canı qalır yanında, az qalır ki, gündə geçsin, gündə danışsın ki, nə də oğlum hərbi xidmətdədir. Və yaxud da haradasa bir çətinlikdədir. Ana neyniyir? Biz necə ki, o qurbanlıq qoyunu xınalayırıq, bəziyirik, lent bağlayırıq ki, bəzəkli olsun, götürür oğlunu ətirləyir, bəziyir, ən gözəl paltarını geyindirir ki, Allah üçün qurban kəsilməyə gedir. Və İbrahim Peyğəmbər də götürür, gedir oğlunu kəsməyə. Yolda şeytan çıxır, vəsvəsə eləyir. Daş atır. Bugün həcilər gəlir, o şeytana daş atılan yer var ha. Gəlirlər, orada başlayır daş atır şeytana. 3 dəfə şeytan qabağına çıxır, üçündə də daş atır şeytana. Şeytan lənətlənmiş, qovulmuş şeytanın şərrindən Allaha sığınaraq onu daşlayır, yoluna daşıyır. Şeytan qorxub vəsvəsə eləyir. Deyir ki, hara geçsən sən? Uşağı kəsməyə geçsən. Neçə illərdən sonra bu yaşda sənə uşaq gəldi, nə yaparsan onu kəsməyə? İbrahim Peyğəmbər daş atır, qovlayır. İbrahimin neçə yaşı olur? Uşağı elə olanda, məncə 60-70 arası olur. Belə yaşlı olur. 60-70'lər civarında olur. Amma o vaxtki insanlar 60-70 yaşı, bugünkü bizim 60-70 yaşında kimi insanlar kimi olmurlar da, nisbətən taqətli olurlar. Və axırda gətirir, burada bir dağ var, həmin o dağın üzərinə qalxırlar. Dağın üzərinə qalxırlar, orada uzadır daşın üzərinə. Daşın üzərinə götürür, kəsməyə olur. Və götürür bıçağı. Yəni, ən son ana qədər Allah Teala buraxır İbrahimi öz başına ki, çünki bu imtihandan çıxmalısan da sən. Və götürür, hətta bıçağı qoyur oğlunun boğazından kəsməyə. Subhanallah, bıçağı çəkir, bıçaq kəsmir. Və yaxud deyirdim, o fiziki qanunları Allah dəyişir. Bıçaq adəti nədir? Dəmirin adəti kəsmək, dəmir taxtanı kəsir. Gəl gör ki, İsmailin dərisi nədir ki, ipəkdir. İpəyə vurur, kəsmir. Və götürür, bir də vurur, kəsmir. Bəzi rivayətdə gəlir ki, hissənir, çırpır bıçağı yerə, bıçaq qayanı parçalayır. Və İbrahim Peyğəmbər oturur belə, sanki işə alınmamış kimi. Oturur, bu dəmdə Allah Subhanahu Taala göydən bir qoyun nazil eləyir. Və deyir ki, artıq sən yuxunu doğrultdun. Doğrultdun və artıq orada Allah Subhanahu Taala İbrahimi müjdələyir həmin o qurbanlıq qoyundan və həmin o qurbanlıq qoyunu ki, bu illəri biz onun adını İsmail qurbanı olaraq hər il Zilhiccə ayının 10-unda və yaxud da təşrik günlərində onu biz kəsirik. Həcilər gəlir, burada kəsirlər qurbangahda və Allah Taala onun şənini o qədər ucaltdı ki, həmin o hadisə bütün müsəlman ümmətinin ritualı olaraq qiyamətə qədər davam edəcək.